Salam, hər vaxtınız xeyir olsun, əziz müəllimlər və abituriyentlər. Bugünkü video izahımız web proqramlaşdırma bölməsinin ikinci hissəsi haqqındadır. Vaxt itirmədən başlayaq sualların bir-bir izahına. HTML-də hansı atributun köməyi ilə baxılmış istinad mətninin rəngini vermək olar? Background. Background arxa fon şəklini təyin edir. Align aktiv istinadın rəngidir. Text mətn yazısının rəngidir. Bidikala arxa fon rəngidir. E, Blink isə baxılmış istinadın rəngini təyin etmək üçün istifadə olunur. Backgroundla bidikalanın fərqi ondan ibarətdir ki, background arxa fona şəkil, yəni buna mətnin teksturasını biz deyirik də təyin edilir. Bidikala isə arxa fona rəng vermək üçün istifadə olunur. 2. A hərf http://edu.az edu istinadı nəyədir? Deməli, HTTP protokolu görürüksə, burada qlobal şəbəkədən söhbət gedəcəkdir və edu.az isə veb səhifədir. Deməli, biz qlobal şəbəkədə yerləşən edu.az veb səhifəsinə istinad etməliyik. A variantına lokal sözü görürəm, lokal deyil. Qlobal şəbəkədə yerləşən edu.az veb səhifəsinə bəli cavab C variantıdır. Lokal olmaz, lokal olmaz. 3. HTML dilində aşağıdakı şəkildə cədvəl yaradılıb. İkinci sətri yaratmaq üçün hansı yazılışdan istifadə olunur? Mənim ikinci sətrim buradır. Ayxan Abbasov 75 bal, 83 bal, 95 bal. Bəs bu sətr necə yazılmalıdır? Sətirlər TR teqinin daxilində yazılır və xanaları isə TD-nin. İndi bizdə TR teqi açılmalıdır və xanaların daxilində bu informasiyalar yazılmalıdır. Sonra TR teqi bağlanmalıdır. A variantında Gülbahar Əliyevadır, o üçüncü sətirdir. B. TR teqi açılıbdır. TD Ayxan Abbasov açılıb bağlanıbdır. Açılıb bağlanıb. Bir problem görmürəm, hər bir şey qaydasındadır. Elə cavabımız B variantı olacaq. Digər variantlara da baxaq. TD, sonra TD. Bu TD burada qaydanı pozur. TR bu TD olmalı idi. Xananı biz təyin etmək üçün TD-dən istifadə edirik. Gülbahar Əliyeva olmaz. Ümumiyyətlə bu isə TD olmalı idi. 4. HTML dilində cədvəldə sətr yaratmaq üçün hansı teqdən istifadə olunur? Sətri yaratmaq üçün biz TR teqindən istifadə edirik. Nəzəri bir sualdır. Cavabımız D variantıdır. Sütun TH, xana isə TD. HTML kodu əsasən istinad və istinad göstəricisini müəyyən edin. İstinad deyirsə biz gedəcəyik hərf belə deyək də, hərfin daxilində olan informasiyalara baxmalıyıq. Və hərf teqinin daxilində, baxın, burada açılıb, burada bağlanır. Bizə burada lazım olan informasiyalar nələrdir? Baxın, təhsil JPEG bizdə istinaddır. Blok JPEG isə istinadın göstəricisidir. Yəni, biz blok JPEG üzərinə klik edəndə bizi təhsil JPEG failinə aparacaqdır. İndi variantlara baxsaq, mənim dediyim informasiya harada yazılıbdır? İstinad təhsil JPEG, istinad göstəricisi blok JPEG. Bəli, cavabımız D variantı. 6. HTML haqqında verilənlərdən biri yanlışdır. Çox vaxt HTML-də sənədin adı index HTML, default HTML və ya home HTML olur. Bəli, bu doğru bir informasiyadır. Din nəzəriyyəsində də bunu qeyd edibdir. HTML sənədində müxtəlif teqləri bir sətirdə də yazmaq olar. Bəli, problem deyil. HTML sənədin gövdəsinə müxtəlif səviyyəli 6 ədəd başlıq teqlər əlavə etmək olur. Bəli, bu H1-dən H6-ya qədər olan teqlərdir. Ən böyük ölçüdə H1-dir, ən kiçik isə H6-dır. Bunu da qeyd edək. HTML sənədində üfüqi cizgi BR teqi vasitəsilə çəkilir. Xeyr, BR deyil, bu HR teqi olmalıdır. Cavabımız D-dir. HTML-də yaradılan cədvələ TR teqi vasitəsilə sətirlər əlavə etmək olar. Bəli, TR sətir əlavə edir. HTML haqqında yanlış mülahizəni müəyyən edin. Şəklə səhv istinad olarsa, ekranda ad atributunun daxilində yazılan mətn əks olunur. Bəli.
Bu doğrudur. Fonun rəngi, bayaq dedim, bu haqda doğrudur. Cədvəlin sərhədləri border atributu ilə çəkilir. Bəli, bu da doğrudur. Web brauzerin başlıq zolağındakı ad title teqi ilə təyin edilir. Bu da doğrudur. Nişanlanmış siyahını formalaşdırmaq üçün all, xeyr, all deyil, bu ul teqlərindən istifadə olunur. Cavabımız E variantı. HTML-də TR teqinin təyinatını müəyyən edin. TR teqi cədvəldə sətr yaradır. Başlıq yaratmır. Sütun cavabımız elə C variantı. Aşağıdakı istinad hara keçid edir? Deməli, baxsaq istinadımız HTTP protokolu gördüm. Söhbət burada deməli internetdən gedəcəkdir. Gov.az veb səhifədən gedəcəkdir. İndi baxsaq A deyil, qrafik fayl deyir. Xeyr, bu səhvdir. Veb səhifə olmalıdır. Yəni biz internetdəki veb səhifəyə istinad etməliyik. Cavabımız E variantı. HTML koda əsasən doğru mülahizəni müəyyən edin. Baxaq. Deməli, bu tiplərin həll edilmə metodikası necədir? Baxaq görək teyir tiqi harda açılıb, harda bağlanıbdır. Bu, ümumiyyətlə sətirləri müəyyən etməkdə bizə çox kömək olur. Deməli, baxın, birinci sətrim budur. İkinci sətrim budur. Teyir burada açılıb, burada bağlanıb. Üçüncü sətrim olacaqdır. Bu isə teyir burada açılıb, burada bağlanıb. Dördüncü sətrim olur. Deməli, mənim 4 sətrim var. TH sütun başlıqları müəyyən edir. Bu birinci sütunun başlığıdır, bu ikincidir, bu da üçüncüdür. Mən ümumi kodu artıq beynimdə analiz etmiş oldum. İndi baxaq görək hansı fikirlər doğru olacaqdır. Yaranacaq cədvəl 3 sütundan ibarətdir. Bəli, bu 3 sütundan ibarət olduğunu az öncə söylədim. Bu doğru fikirdir. Bir doğrudur. Cədvəlin ikinci sütununda Yunis İmanov. İkinci sütununda mənim imtahan nəticələri qeyd olunmalıdır. Avtomatik olaraq 2 səhvdir. Cədvəlin üçüncü sətrində Anar Babayev 275 12 mart məlumatları əks olunmalıdır. Üçüncü sətrini tapaq. Deməli, bu 1-dir, bu 2-dir, bu 3-dür. Bu doğru fikirdir. 3 doğrudur. Yaranacaq cədvəl 5 sətirdən ibarətdir. Xeyr, 5 sətirdən ibarət deyil. Cədvəlin ikinci sütununun başlığı imtahan nəticələri məlumat təklif olunacaq. Bəli, bu doğru informasiyadır. Bu haqda bayaq dedim. Cədvəl 9 xanadan ibarətdir. Xeyr, cədvəl 9 xanadan ibarət deyil. Mənim 4 sətrim var, 3 sütunum var, 12 xanadan ibarət olmalıdır. 1, 3, 5 doğru fikirlərdir. Cavabımız A variantı. 11. HTML-də verilmiş kod hansı əməliyyatı icra edir? Deməli, koda baxsaq, burada bir web səhifə görürəm və istinadım internet olmalıdır. Boş çərçivə yoxdur burada, yəni lokal kompüter deyir. Burada cədvəl yaradır deyir. Amma cədvəl yaratmaq üçün bizdə table olmalıdır, border olmalıdır, tear olmalıdır. Yəni bunların heç biri yoxdur verilmiş burada kodda. Ona görə nə C deyil, nə D deyil. İnternetdə olan qrafik təsvir vasitəsilə URL linkə keçid edir. Bəli, doğru variantımız E. 12. Veb səhifəyə istinad yerləşdirmək üçün HTML kod yazılmışdır. İstinad göstəricisini müəyyən edin. Deməli, istinad göstəricimiz bizim nə olacaqdır? İstinad dimgov.az saytıdır. İstinad göstəricimiz isə şəxsi kabinetdir. Cavabımız C variantı olur. 13. Hansı bənddə ancaq cədvələ aid teqlər verilib? Aha, bayaq söylədim bu haqda. Cədvəli biz təyin etmək üçün table, sonra tier, td teqləri bizə lazımdır. Bunlar qaydaları pozur. Cavabımız D variantı. HTML kodunda verilmiş keçid hara istinad edir? Protokol gördük. Deməli, internetdə web səhifəyə olmalıdır. İnternetdə web səhifə ilə cavabımız B variantı. 15. HTML kodu hansı əməliyyatı yerinə yetirir? Deməli, HTML kodunun hansı əməliyyatı yerinə yetirməyini müəyyən etmək üçün biz bu kodda nələrə baxmalıyıq? İnternetə keçid olacaqdır.
Amma genişlənmələrə də baxmalıyıq. Deməli, veb saytda var burada, yəni veb səhifə. Bir də bizdə qrafik faylda görürəm. Yəni biz bu kod nə icra edir? İnternetdə yerləşən qrafik faylı vasitəsilə veb səhifəyə istinad yaradır. İndi belə söz, belə bir cümlə hansı var? İnternetdə yerləşən qrafik fayl vasitəsilə veb saytı keçid yaranır. Bəli, cavab elə A variantıdır. Lokal olmaz, lokal olmaz, boş çərçivə olmaz. Faylın ölçüsünün 20-200% böyüdür. Heç əlaqəsi yoxdur. 16. HTML kod fraqmenti icra edildikdə hansı ölçülü sətir sütun, yəni cədvəl yaranacaq deyir. Ümumiyyətlə, tir açıldı, bağlandı. Bu birinci, bu da ikinci. Deməli, mənim ümumi iki sətrim var. Bu birincidir, bu da ikincidir. Bəs sütun başlıqları, baxın, açılır, bağlanır, açılır, bağlanır, açılır, bağlanır, açılır, bağlanır. Deməli, bizdə 2-nin 4-ə. 2-nin 4-ü ilə A variantı. Bəzən sual yarana bilər ki, niyə 4-ün 2-yə yox? Birinci sətir, sonra sütun yazılmalıdır. Ona görə də 2-nin 4-ə olur. Bir şey də deyim yeri gəlmişkən, bəzən indi burada 2 sətirdir. Yəni bunu görmək rahatdır. Bəzən elə olur 4-5 sətir olur və ona uyğun cədvəl qurulmaq deyir. O zaman biz o TD-lərin sayın mütləq və mütləq izləməliyik. 17. Veb səhifəyə qrafik fayl əlavə etmək üçün düzgün yazılışı müəyyən edin. Ümumiyyətlə, qrafik fayl əlavə etmək üçün image taginin daxilində SRC atributu yazılmalıdır. Bu qaydasıdır. İndi baxsaq. Image SRC landscape, JPEG, alt mənzərə şəkli. Elə A variantı doğru yazılışdır. Digərlərinə baxın. Image href ümumiyyətlə image tagi ilə işləmir. Image burada açıq yazılıbdır. Image serisindən işləyir. Image alt yox, series olmalıydı. 18. HTML kod fraqmentinə əsasən veb səhifədə əks olunan cədvəl uyğun olaraq neçə sətir və neçə sütundan ibarət olacaq. Deməli, bu birinci sətrim, bu ikinci sətrim, bu da üçüncü sətrim. Deməli, mənim 3 sətrim var. Bəs neçə sütun? 1, 2. 2-nin də mənim sütunum olacaqdır. 3-ün 2-yə. Deməli, 3-ün 2-yə cavabımız B variantı olur. 19. Veb səhifəyə istinad göstəricisi qrafik fayl olan istinad yerləşdirilən düzgün HTML kod hansıdır? Deməli, istinad göstəricisi qrafik fayl olmalıdır. İndi baxsaq. Burada ümumi yazılış səhvdir. Heç A-ya baxmayaq. Çünki A-nın daxilində href olmalıydı. Yəni, burada ümumi kod düzgün yazılmayıb. B-yə baxsaq, A href, HTTP bu açılıb, bağlanıb hər şey qaydasındadır. İmece, SRC, School, JPEG. Bəli, ümumiyyətlə kod tam düzgün şəkildə yazılıbdır. Cavabımız B olacaqdır. Burada yazılış səhvdir. Burada yazılış səhvdir. Ali, bu ümumiyyətlə href olmalıydı. Ona görə də cavabımız B variantı olur. HTML kod fraqmentinə əsasən veb səhifədə əks olunan cədvəlin ikinci sütunu hansı olar? Deməli, bu mənim birinci sətrim, ikinci sətrim, üçüncü sətrim, dördüncü sətrim. Sətri müəyyənləşdirdik. Birinci sütunumun başlığı, ikinci sütunumun başlığı, üçüncü, dördüncü. Məndən ikincini soruşur. Deməli, ikinci sütunun başlığı məhsul olmalıdır. Avtomatik olaraq nə D deyil, nə Y deyil. İndi, şəhərin belə deyək də, sütunun başlığının altında bizdə ikinci sətirdə Bakı yazılmalıdır. Deməli, bu birinci sütuna aid olan məlumatdır. İkinci isə məhsulun altında isə, baxın, burada boş olacaqdır. Çünki TD-lərin daxilində heç bir söz yazılmayıbdır. Deməli, burada boş olacaqdır. Sonra olacaq nar, sonra olacaq xurma. Elə bir variant da C variantı olmuş olur. 21. Uyğunluğu müəyyən edin. HTML kod fraqmentləri. H2 ümumiyyətlə bu səviyyə, ikinci səviyyəli başlıq yaradır. İndi baxsaq, 1-ə nə gedər? 1-ə gedəcək C. A hərf,
Herif sözü gördükcə söhbət burada ümumiyyətlə istinad yaradacaqdır. 2 gedəcək A. Buraya yazaq A. 3. Image series. Bayaq dedik ki, bu ümumiyyətlə səhifəyə şəkil əlavə etmək üçün istifadə olunur. 3-ə də gedəcək B. Deməli, 1C, 2A, 3B. Elə cavabımız A variantı olur. 22. HTML kod fraqmentinə əsasən veb səhifədə əks olunan cədvəl haqqındakı mülahizələrin hansı doğru deyil? Deməli, doğru olmayanları tapırıq. Bizim bu birinci sətrimizdir. Bu da ikinci sətrimizdir. İndi cədvəlin birinci sətrinin birinci sütun elementinin şrifti kursivlə yazılıb. Bəli, i kursivlə yazır, bu doğru məlumatdır. Cədvəlin ikinci sətrinin üçüncü sütun elementi. İkinci sətrin budur, üçüncü sütun elementi isə xəta idi və xəta idi bot. Baxın, qalın yazır. Bu da doğrudur. Cədvəl 2 sətr və 3 sütundan ibarətdir. 2 sətr və 3 sütundan ibarətdir. Bəli, TH-lər sütun başlığı müəyyən edir. Cədvəlin ikinci sətrinin birinci sütununda 287 ədədi yerləşir. İkinci sətrin budur, birinci sütununda bəli, 2 doğrudur. Cədvəlin ikinci sətrinin ikinci sütun elementi qalın şriftlə xeyir adi yazılıbdır. Cavabımız E variantı. 23. HTML kod fraqmentinə əsasən veb səhifəyə əlavə olunacaq cədvəl üçün mülahizələrdən hansı doğrudur? Bir cədvəlimizi təyin edək. Bu mənim birinci sətrim. Bu da ikinci sətrim. Deməli, ümumi 2 sətrim var. Bu aydın. İndi necə sütunum var? 1, 2, 3 dənə də sütunum olmalıdır. Cədvəl 3 sətr 2 sütundan ibarətdir. Xeyr. Cədvəl 2 sətr 3 sütundan ibarətdir. Bəli. Cədvəlin ikinci sətrinin üçüncü sütununda Asiya sözü əks olunacaqdır. İkinci sətrin budur. Üçüncü də budur. Bəli, doğrudur. Bu doğrudur. Cədvəlin ikinci sətrinin birinci sütun elementi qalın şriftlə əks olunacaqdır. Deməli, Bakı boldun daxilində yazılıbdır. Bu da qalın yazacaqdır. Doğrudur. Cədvəlin ayrıcı xətlərinin qalınlığı 1-dir. Ayrıcı xətlər border təyin edir, amma burada 3-dür, 1 deyil. Cədvəlin ikinci sətrinin ikinci sütun elementi kursiv şriftlə. Deməli, ikinci sətri xeyr. Azərbaycan adi qayda yazılacaqdır. Cavabımız 2, 3, 4. Haradadır? D variantı. 24. Veb səhifəyə istinad yerləşdirmək üçün qrafik faylı istinad göstəricisi kimi istifadə etmək üçün düzgün HTML kod hansıdır? Deməli, bizdə yazılışlara diqqət etməliyik. Burada tek açılıb bağlanmayıb. A, doğru deyil. A hərf http://dimgov.az bizdə istinad yerləşdirmək üçün qrafik istinad göstəricisi qrafik faylı olmalıdır. Deməli, biz bu veb səhifəyə keçid etmək üçün istinad göstəricimiz bizim qrafik faylı olmalıdır. Bəli, JPEG qrafik faylının göstəricisi cavabımız B variantı olur. Sonra 25. HTML koda əsasən doğru mülahizələri müəyyən edin. Koda baxaq görək bizdə kodda nə var. Deməli, web browserdə qrafik fayl istinad göstəricisi kimi əks olunacaqdır. Deməli, biz ümumiyyətlə doğru mülahizələr deyir və web browserdə qrafik fayl istinad göstəricisi kimi əks olunacaqdır. İndi, baxıram ki, məndə göstəricilər tapmaq üçün bax, bu istiqaməti tapmalıyam. Çünki istinad deyirsə, href teginin daxilində olan biz sözlərə diqqət etməliyik. Amma diqqət etsək burada deyir ki, qrafik fayl istinad göstəricisi xeyr. Burada biz Sumqayıt sözünə basanda bizi aparacaqdır info JPG. Amma doğru fikir ümumiyyətlə burada istinad göstəricisi qrafik fayl deyil. Burada istinadın özü də qrafik. Ona görə də bir avtomatik səhvdir.
Diqqətli olmaq lazımdır. Və brauzerdə Sumqayıt sözü istinad göstəricisi kimi əks olunacaqdır. Deməli, baxın, altdan xətt çəkdirməyi bayaqlarım, yəni buradan bu hissələri qədər. Bizdə bura baxırıq ki, bizdə istinad göstəricimiz Sumqayıtdır. İstinadın özü isə infojipekdir. Deməli, iki doğrudur. Nişanlanmış siyahıdan istifadə olunmuşdur. Nişanlanmış siyahı bu nömrələnmiş siyahıdır. 3 səhvdir. Və brauzerdə şəhəri sözü kursiv altdan xətt və qalın şriftlə əks olunacaqdır. Deməli, şəhəri sözünə baxaq. Deməli, qalın, boz burada açılıb, burada bağlanıbdır. Amma o, deməli, burada açılıb, burada bağlanıbdır. Ancaq Bakıya aiddir. Şəhəri sözü yalnız və yalnız kursiv və qalın yazılmalıdır. Ona görə 4-də səhvdir. Deməli, 4-də səhvdir, 3-də səhvdir. Və brauzerdə Bakı sözünün altdan xətt və qalın, bəli, bu doğrudur. İstinad info JPEG qrafik faildir, bu da doğrudur. Deməli, cavabımız 2, 5, 6. A variantı olmuş olur. Bir daha deyirəm, əgər bizdə, baxın, bu hissiyə bir də diqqət etməyinizi istəyirəm. Yəni, belə olmasa test izah elədik. İstinadlarla bağlı bu info.jpg istinadın özüdür. Sumqayıt isə istinad göstəricisidir. Yəni, mən Sumqayıt üzərinə klik edəndə məni info.jpg failinə aparmalıdır. 26. HTML kod fraqmentinə əsasən veb səhifəyə əlavə olunan cədvəlin ölçüsünü müəyyən edin. Cədvəlin ölçüsünü müəyyən etmək üçün biz sətirləri müəyyən etməliyik. Sonra sütunları 1, 2, 3. Deməli, 2-nin 3-ə. Cavabımız C variantı. Rahat. 27. HTML kod fraqmentinə əsasən veb səhifədə hansı cədvəl əks olunacaq? Bu birinci sətrimdir, bu da ikinci sətrimdir və ümumi olaraq 2 sətrim var və 3 dənə də sütunum olmalıdır. Yəni 2-nin 3-ə bir cədvəl yaranmalıdır. Bu da görürəm ki, B variantıdır. 28. Veb səhifəyə şəkil əlavə etmək üçün düzgün HTML kodunu müəyyən edin. Deməli, biz veb səhifəyə şəkil əlavə etmək üçün imc teginin daxilində SRC atributu yazılmalıdır. Baxın, hər bir şey qaydasındadır, elə A variantdır. Digərlərində hərf olmalı deyil, açıq yazılıbdır, səhv yazılıbdır, səhv yazılıbdır. Cavabımız A variantı. HTML kod fraqmentinə əsasən doğru mülahizələri müəyyən edin. Bizim 1, 2 sətrimiz var və 3 də sütunumuz olmalıdır və baxaq. Cədvəl ümumilikdə 4 xanadan ibarətdir. Xeyr, 4 xanadan ibarət deyil. 2-nin 3-ə bir cədvəl yaranırsa, bu 6 xanadan ibarətdir. Bir səhvdir. Cədvəlin birinci sətrinin ikinci sütunundakı mətn alt cizgili şriftlə yazılıb. Birinci sətrinin ikinci sütunu. Bu doğrudur. 2 doğrudur. Cədvəl 2 sətr və 2 sütundan ibarətdir. Xeyr. Cədvəlin ikinci sətrinin birinci sütunundakı mətn qalın şriftlə yazılıb. Mən bayaq baxdım, deyəsən o kursivi idi. Bir dəqiqə. Deməli, ikinci sətrinin birinci sütunundakı mətn. İkinci sətrinin birinci sütunundakı, bəli, M kursiv yazır. Bir dəqiqə. İkinci sətrinin birinci sütunundakı. İkinci sətrim budur. Bu doğrudur. Kursiv, bəli, bu doğrudur. Kursiv yazdım, amma burada qalın deyir. Dedim, axı, bayaqlarım kursiv gördüm. Ona görə bu səhvdir, 4 səhvdir. Cədvəl 2 sətr və 3 sütundan ibarətdir. Bəli, cavabımız 2, 5. Sadəcə cavabların yarısı o tərəfdə, yarısı bu tərəfdə deyə uyğunlaşdıra bilmədim. Yəni, M kursiv yazır, amma burada qalın deyirdi.
qalın yazması üçün ya bold olmalıydı, ya da strong olmalıydı. 30. HTML kod fraqmentinə əsasən veb səhifədə hansı cədvəl əks olunacaq? Deməli, məndə nə verilib burada? 1, 2, 3 dənə mənim sətrim olmalıdır. Sadəcə olaraq burada 1, 2, 3 xana, 1, 2, 3 xana, 1, 2, 3, 4 xana. Üçüncüdə 4 dənə xana olmalıdır. Cavabımız D variantı olur. Bayaq dediyim hal bu kimi cədvəllərə əslində aid edilir. HTML kod fraqmentinin nəticəsini müəyyən edin. Ümumi bir sətrim var, 3 sütunum var. 3 sətirdən bir sütundan ibarət. Xeyr. Bir sətirdən 3 sütundan ibarət cədvəl yaradılacaq. Bəli, cavabımız B variantı. Digərləri 2 sətir, yəni başlıqlar falan da deyir. Yəni baxsaq variantlara heç biri də uyğun deyil. 32. Veb səhifəyə əlavə olunmuş Flower JPEG adlı qrafik faylın ölçülərinin hündürlüyünü 300 piksel və eninin 750 piksel ölçüdə olması üçün hansı tek yazılmalıdır? Qrafik fayl əlavə etmək istəyiriksə, biz image search yazışı olmalıdır. Yəni bu səhvdir, bu səhvdir. Hündürlük heytlə yazılır. Altı isə white ilə. İndi daha doğrusu eni isə white ilə. Deməli bizdə enin 700 deyir, hündürlük 300, heytlə və white isə endir. Bəli, doğru cavabımız C-dir. Burada düzgün deyil yazılış, düzgün deyil yazılış. 33. HTML kod fraqmentinə əsasən yanlış mülahizəni müəyyən edin. Biz öncə cədvəldə yaradaq. Bu birinci sətrimdir. Bu ikinci sətrimdir. Bu üçüncü, bu da dördüncü. Deməli, 4 sətirli olacaqdır. Burada TH, TH, 2 dənə də sütun başlığım var. İndi deyir, cədvəlin dördüncü sətir, birinci sütun elementi qırmızıdır. Dördüncü sətir, birinci sütun elementim qırmızıdır. Bəli, problem yoxdur. Burada red qırmızının olduğunu bildirir. Düzdür. Cədvəlin üçüncü sətir, ikinci sütun elementi qırmızıdır. Deməli, üçüncü sətir, ikinci sütun elementi qırmızıdır. Cədvəlin üçüncü sətir, ikinci. Bu birinci, ikinci, üçüncü. Axı, qırmızı deyil. İkinci sütun elementi qalın yazılmalıdır. Cavabımız B variantı olur. 34. HTML kod fraqmentinə əsasən veb səhifədə əks olunacaq cədvəlin neçənci sətir və ya sətirlərində proqram adı qırmızı rəngdə, yaradıcısı kursiv şriftlə yazılmış olar. İndi baxıram. Onun dediyi, yəni ki, qırmızı rəng və yaradıcı kursiv olan. Bu birinci sətrim, bu ikinci sətrim, bu üçüncü sətrim, bu da dördüncü sətrim. Mən yaradıcısı qırmızı və kursiv olan. Elə baxın, red və yaradıcısı da kursiv olacaq, çünki i-nin daxilindədir. Bu isə dördüncü sətrimdə olacaqdır. Cavab A variantı olur. 35. Veb səhifəyə cədvəl əlavə etmək üçün HTML kod yazılıb. Kodun icrasından sonra alınacaq cədvəl haqqındakı yanlış mülahizəni müəyyən edin. Bunu mən bayaqlarım tam oxuya bilmədik, çünki sualın cavabların yarısı bu tərəfdədir, yarısı o tərəfdə. Ona görə də biz bunu ən gözəli tam baxaq. Sonra o biri də.
Niyə belə oldu? Aha, deməli, deyir ki, biz yanlışı tapmalıyıq. Tapaq. Cədvəllərimizi müəyyən edir ki, bu cədvəl necə qurulacaqdır ilk öncə. Ter, teqi, burada açıldı, burada bağlandı. Əla. Deməli, mənim iki sətrim var. Yanlışı tapmalıyam. Cədvəlin iki sətr, üç sütunu var. Baxsaq, üç sütunu var. Bəli, bir, iki, üç dənə sütun başlığım var. Bu doğrudur. Cədvəlin ikinci sətr, üçüncü sütun elementi kursiv yazılıbdır. Bəli, baxın, ikinci sətrin budur, üçüncü elementi 11-dir, kursiv yazılıbdır. i kursiv yazır. Cədvəlin ikinci sətr, birinci sütun elementi qalın şriflə. İkinci sətr və birinci sütun elementim xəta idi. Bu isə yəni adi yazılacaqdır. Elə cavabımız C variantı olmuş olur. Digərlərinə baxsam, cədvəlin birinci sətr, ikinci sütun elementi qalın yazılıbdır. Bəli, məktəb qalın yazılıbdır, bold. Cədvəlin ikinci sətr, ikinci sütununda 287 sözü əks olunacaqdır. İkinci sətrin ikinci sütunu 287 əks olunacaqdır. Cavabımız C variantı olur. Qeyd edək burada. 36. HTML koda əsasən veb səhifədə əks olunacaq cədvəl haqqındakı doğru fikirləri müəyyən edin. Yenə də baxaq görə bizim nə cür cədvəlimiz yaranacaq. Bu birinci sətrimdir, bu da ikinci sətrimdir, bu da üçüncü sətrimdir. Deməli, üç sətrim var, üç dənə də sütunum olacaqdır. Üçün üzə bir cədvəl yaranacaqdır. Cədvəlin üç sətr üç sütundan ibarətdir. Bəli, bu doğrudur. Bir doğrudur. Sonra cədvəlin ikinci sətr birinci sütunundakı Bakı sözü əks olunacaqdır. İkini oxumadım. Cədvəl iki sətr iki sütundan ibarətdir. Bu səhvdir. Cədvəlin ikinci sətr birinci sütunundakı Bakı sözü əks olunacaqdır. İkinci sətrin budur. Birinci sözdə Bakıdır. Bəli, əks olunacaqdır və eyni zamanda qalın yazılacaqdır. Üç doğrudur. Cədvəlin üçüncü sətr birinci sütun elementi qalın yazılacaqdır. Baxıram, cədvəlin üçüncü sətrin budur. Birinci sütun elementi qalın yazılır. Bu da doğrudur. Cədvəlin sərhəd xətlərinin qalınlığı 1 piksel ilə təyin edilir. 1 piksel deyil, 3-dür. Cədvəlin üçüncü sətr, üçüncü sütun elementi kursivlə yazılacaqdır. Üçüncü sətrin budur. Asiya sözü yazılıbdır, o isə adi yazılacaqdır. Yəni cavabımız olacaq 1, 3, 4. O isə hansı variantdadır? 1, 3, 4, Y variantı. Cavabımız Y variantı olmuş olur. Veb səhifəyə istinad yerləşdirmək üçün istinad göstəricisi kimi qrafik fayldan istifadə olunan doğru HTML kod hansıdır? İndi mənim istinad göstəricim, yəni qrafik faylı olmalıdır. Avtomatik olaraq bu mətn faylıdır, bu deyil. Görək indi burada, baxın, burada yazılışda səhv var. Bu bağlanmalı idi, belə olmalı idi. Yəni, burada doğru belə olmalı idi yazılış. Ona görə B-də səhvdir. C-də A hərf image olmalı idi. Ona görə də bu C-də səhvdir. Bu səhv yazılışdır. A hərf image, series, məktub. Elə cavabımız E variantı olmuş olur. Düzgün yazışı biləndən sonra variantları yəni rahat belə deyək də çıxarmaq olur ki, hansıdır? 38. Veb səhifəyə şəkli əlavə etmək üçün HTML kodun yazılışında istifadə olunan atributlar hansı bənddə tam verilibdir? Bizə atribut deyir. Biz atributu tapmalıyıq, teki yox. Ona görə də image olmayacaq. Çünki image tekdir. A deyil, C deyil. Sonra bizdə nə verilibdir burada? Search görürəm. Sonra alt, white, 8. Cavabımız B variantı olacaqdır. Əslində Aliqın da belə deyək də atribut sadəcə burada yoxdur. Ona görə biz onu seçmişdik. 39. İnternetdə yerləşdirilmiş veb səhifəyə istinad hansı bənddə doğru verilib?
Ev səhifə deyir və istinadın yazılışı doğru olmalıdır, hərf olmalıdır. Hərf dilinin daxilində yazılmalıdır. Və baxın, burada yazılışda yəni bu düzgün yazılmıydı. HTML-in daxilində yazılmalı idi. Yəni bu doğru yazılış deyil. Sonra A hərf informatik JPEG proqram təminatı yazılış doğru deyil. Ümumiyyətlə e, bunların heç birinin yazılışı doğru deyil. Biz istinad veririksə, sericin nə işi var burada? A hərf HTTP informatika.az proqram təminatı. Elə cavabımız ən doğru yazılışı Y variantı olur. Sadəcə olaraq bizdə istinad hərf teqinin daxilində internet deyirsə HTTP olmalıdır. Burada məsələn yazılışlarda heç HTTP-in adı keçməyibdir. Və həmin veb səhifə deyirsə informatika.az saytı yazılıbdır və bu doğrudur. Biz proqram təminatına klik edəndə bizi bu veb səhifəyə aparacaqdır. 40. Veb səhifəyə şəkil əlavə etmək üçün HTML kod hansı bənddə doğru göstərilibdir? İndi biz şəkil əlavə etmək üçün image series teqindən istifadə, yazılışından istifadə etməliyik. Bu ümumiyyətlə yazılış heç doğru deyil. Image yoxdur. Image series e, deməli siz bəli, doğru variant budur. C variantı. Series yoxdur. Image hərflə işləmir. Cavabımız C variantı. 41. HTML kod fraqmentinə əsasən veb səhifədə əks olunacaq cədvəldə Əhmədzadə selinin balı neçənci sətr və sütunda yerləşir? İndi biz Əhmədzadə selinin balını tapmalıyıq. Ad, soyad verilib. Əhmədzadə Selim buradadır. Biz onun e, bu mənim birinci sətrim, bu mənim ikinci sətrim. Burada açıldı. Görün bağlanan hansı hissədə bağlanıbdır. Əslində heç teri açıbdır burada. Niyə bağlamayıblar? Bağlanmalıydı bu burada. Ümumi 2 sətrim olacaqdır. İndi mənə bal lazımdır. Baxın, Əhmədzadə. Bu neçə ikinci 1, 2, 3, 4, 5-ci. O da ikinci sətrin 5-ci sütunu. Baxın, mənə Əhmədzadə ad soyadı. Bunlar mənə lazım deyil. Mənə Əhmədzadə selinin balı lazımdır. Bal isə burada qeyd olunubdur. Düzdürmü? Bal olan. İndi mən həmin o balı tapmalıyım. İkinci sətir 5-ci sütun cavabımız E variantı olur. Sonra 42-ci sual. HTML kod fraqmentinə əsasən doğru fikirləri seçin. Cədvəlimizi quraq. Deməli, harda bu birinci sətrim, bu ikinci sətrim, bu üçüncü sətrim, bu da dördüncü sətrim. Deməli, ümumi 4 sətrim var. Neçə sütunum var? 1, 2, 3 dənə də sütunum var. İndi deyək, cədvəldə ümumilikdə 4 sütun var. Biz də doğruları tapmalıyıq. Bir səhvdir. Cədvəldə 3 sətr mövcuddur. Xeyr, 4 sətr mövcuddur. 2 də səhvdir. Ümumi xanaların sayı 12-dir. 4-ün üçədisə, bəli, 3 düzdür. 12 xana olacaqdır. Ən ucuz malın qiyməti 30-dur. Deməli, qiymət hissəsində ən ucuz 30-dan, amma kiçik də görürəm. 15 var. Xeyr, 15 olmalıdır. Ən bahalı malın qiyməti 120-dir. Qiymət hissəsi burada. Deməli, 120-də ən böyükdür. Bu da doğrudur. Deməli, 3-5 elə A variantı olur. Cədvələ təyin edəndən sonra verilmiş fikirləri tapmaq çox rahat olur. Sətir və sütun müəyyən edəndən sonra, yəni işləmək rahatdır kodlarla. HTML kod fraqmentinə əsasən doğru mülahizələri müəyyən edin. Koda baxmaq istəyirəm ilk öncə. Deməli, nömrələnmiş siyahı yaradılacaq. Cədvəl yaranır. 1, 2. 2 dənə sətrim olacaqdır. Bir də burada nişanlanmış siyahıda görürəm. İndi baxaq. Cədvəl ümumilikdə 4 xanadan ibarətdir. Baxaq görək. 2 sətrim var. 2
İki dənə sütunum. Bu doğrudur. Bir doğru. Birə doğru deyirik. Nişanlanmış siyahının iki elementi mövcuddur. Nişanlanmış siyahımız bir dənə element var. İki səhvdir. Nömrələnmiş siyahının elementlərindən biri qalın şriftlər. Deməli, nömrələnmiş burada oldu. Ol teginin daxilində Nihat qalın yazılıbdır. Bəli, bir dənədir. Üç düzdür. Cədvəlin ikinci sətrinin birinci sütunundakı mətn qalın şriftlə yazılıbdır. Deməli, cədvəlin ikinci sətri budur, birinci sütunu xeyr, qalın deyil bu, kursiv yazılıbdır, bu səhvdir. Cədvəlin birinci sətrinin birinci sütunundakı mətn kursivlə. Birinci sətrin budur, birinci də adda kursivlə yazılıbdır, bu da doğrudur. 5 doğrudur. Yəni 1, 3, 5 doğrudur. Cavabımız olacaqdır D variantı. İzlədiyiniz üçün hər birinizə dərin təşəkkürümü bildirirəm. İnşallah hər biriniz üçün faydalı olar. Sağ olun. Görüşmək ümidi ilə. Hələlik.